Salam əziz izləyicimiz və dəyərli şagirdlərimiz, kanalımıza xoş gəlmisiniz. Bu gün biz sizinlə numerativ sözlərə nəzər yetirəcəyik. Numerativ sözlər müəyyən miqdar sayları ilə isimlər arasında işlənən sözlərdir. Məsələn, bunlar hansılardır? Gəlin nəzər yetirək. Nəfər. Nəfər canlı isimlə müəyyən miqdar sayı arasında işlənir. Məsələn, 2 nəfər polis. Burada 2 müəyyən miqdar saydır. Nəfər numerativ sözdür. Polis isə isimdir. Yəni isimlər müəyyən miqdar sayın arasında işlənmiş oldu. Dənə, ədəd. Dənə və ədəd cansız isimlərlə müəyyən miqdar sayları arasında işlənir. Məsələn, 2 ədəd alma, 2 dənə kitab. Burada alma və kitab cansız isimlərdir. Ancaq 2 müəyyən miqdar saydır, ədəd dənə isə numerativ sözdür. Cüt dəst. Cüt dəst boşalıq bildirən isimlərlə müəyyən miqdar saylar arasında işlənir. Məsələn, bir cüt əlcək, bir cüt ayaqqabı, bir dəst kostyum. Bir dəst kostyum o demək ki, həm kostyum, həm şalvar nəzərdə tutulur. Yəni 2 ədəd olduğu üçün boşalıq nəzərdə tutulur. Və yaxud da əlcək 2 ədəd olduğu üçün, ayaqqabı 2 ədəd olduğu üçün boşalıq nəzərdə tutulur. Həmin bu dəst, cüt isə boşalıq bildirən isimlərlə sayın arasında işlənir. Bundan başqa metir, litir, ton, parça, tikə, qaşıq və sair kimi numerativ sözlər var. Ancaq ən çox işlənəni nəfər, ədəd, dənə, cüt və dəst numerativ sözlərdir. Əziz izləyicilərimiz, bu gün biz sizin numerativ sözlərə nəzər yetirdik. Növbəti videolarımızda görüşmək üzrə. Sağ olun.